Salam, hər vaxtınız xeyir. Bugün sizə çox vacib və tez-tez soruşulan bir mövzunu izah edəcəm. E-sosial tətbiqində pensiyaçılara məxsus tərəfdaşlıq barkodunu necə aktiv etmək olar və endirimlərdən necə yararlanmaq olar? Son videolardan sonra izləyicilərdən biri belə bir sual göndərmişdi. Bu endirimlərdən hamı danışır, amma e-sosial barkodunu asan yolla necə aktiv etmək olar? Bunu heç kim izah etmir. Pensiyaçılar bunu necə etsin? Bu sual həm maraqlıdır, həm də çox insan üçün keçərlidir. Ona görə bugün bütün prosesi ən sadə şəkildə addım-addım göstərəcəm. Əvvəlcə telefonunuza e-sosial tətbiqini yükləyirsiniz. Tətbiq açıldıqdan sonra MyGov ID bölməsinə toxunursunuz. Burada iki seçim çıxacaq. MyGov ID ilə giriş, digər üsullar. Əgər əvvəldən MyGov hesabınız varsa birbaşa davam edə bilərsiniz. Yoxdursa digər üsullar bölməsindən sima imza ilə, asan imza və ya identifikasiya nömrəsi ilə giriş etmək mümkündür. Mən nümunə olaraq sima imza ilə davam edirəm. Bu seçim sizi avtomatik şəkildə sima tətbiqinə yönləndirəcək. Bunun üçün əvvəlcədən sima tətbiqini yükləyib qeydiyyatdan keçmək lazımdır. Kanalda bunun da ayrıca izah videosu mövcuddur. Sima qeydiyyatla bağlı çətinliyiniz varsa, şərhlər bölümündə sualınızı ünvanlayın, cavablamağa çalışacağam. Giriş təsdiqləndikdən sonra sosial sizdən 4 rəqəmli giriş kodu müəyyən etməyi istəyəcək. Telefonunuz biometrik giriş, yüz tanıma, barmaq izi və s. dəstəkləyirsə, onları da aktivləşdirə bilərsiniz. Əgər mobil nömrə tələb olunarsa, nömrəni daxil edib gələn OTP, yəni bir dəfəlik kodu yazırsınız və davam edirsiniz. Tətbiq tam açıldıqdan sonra əgər siz pensiya alırsınızsa, əsas səhifədə avtomatik olaraq sosial tərəfdaş kartınız bölməsi görünəcək. Barkodun üzərinə toxunduqda görüntü böyüyür və istənilən kassada rahat skan oluna biləcək vəziyyətə gəlir. Heç bir əlavə aktivasiya tələb etmir. Sistem pensiyasını avtomatik tanıyır. İndi baxaq görək bu endirimdən harda yararlanmaq olar. Bu barkodla aşağıdakı tərəfdaşlardan endirim əldə etmək mümkündür. Marketlərdən Bazar Store, Almarket, apteklərdən isə Zəfəran Aptek, Günəbaxan Aptek, Aptek Kanon, Parma Store, Uta Aptek, tibbi mərkəzlər və klinikalardan 2003 Sağlam Ailə, Lor Hospital, Leyla Medical Center, Batı Göz Klinikası, Mərcan Medicare Klinik, Memorial Hospital, Bioloji Təbabət Mərkəzi, Vita, Kraton Klinik, Bakı Medical Plaza. Sadəcə alış-veriş zamanı barkodu kassirə göstərsiniz, sistem avtomatik endirim tətbiq edir. Yekununda e-sosial tətbiqini yükləyin və qeydiyyatdan keçin, pensiyası barkodu tətbiqdə avtomatik görünəcək. Market və apteklərdə barkodu göstərərək endirimdən istifadə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti videoda görüşərik.